Rəqəmsal dövlət maliyyəsi informasiya sistemi haqqında əsasnamənin təsdiq edilməsindən danışacağıq. Prezident İlham Əliyevin fərmanı ilə bu barədə əsasnamə təsdiq edildi və rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görüləcək. Bu barədə suallarımızı Maliyyə Nazirliyinin Müasir Texnologiyalar və İnnovasiyaları şöbəsinin müdiri Nurlan Sultanov cavablandıracaq. Salam Nurlan müəllim, xoş gördük sizi. Xoş gördük. Nurlan müəllim, gəlin öncə ondan başlayaq ki, rəqəmsal dövlət maliyyəsi informasiya sistemi nədir və bu sistemin yaradılmasına ehtiyac vardımı? İlk öncə təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. Suala cavabına biraz daha öncəyə qayıtsaq, 2025-ci il 25 avqust tarixli dövlət maliyyəsinin səmərəli idarə edilməsi ilə bağlı fərmanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin yaradılması ilə bağlı tapşırıq qeyd olunmuşdur və eyni zamanda əsasnaməsinin hazırlanması. Rəqəmsal dövlət maliyyə informasiya sistemi ümumilikdə Maliyyə Nazirliyinin fəaliyyət sahəsinə uyğun dövlət büdcəsinin tərtibi və planlanması, onun icrası, elektron mühasibatlıq, elektron müqavilə, nəzarət, gəlirlər və bütün bu funksional sistemləri hər birini bir çərçivədə tənzimləyən bir sistemdir. Və rəqəmsal dövlət maliyyə informasiya sistemi bu gün bizə artıq vahid məlumat datasının formalaşmasına, məlumat bazasının formalaşmasına imkan verir ki, və bu nəticədə bizə proaktiv xidmətlərin həyata keçirilməsi, proqnozların, analitik təhlillərin həyata keçirilməsində kifayət qədər əhəmiyyətli bir sistem olacaqdır. Aydındır. Bəs rəqəmsal dövlət maliyyəsi informasiya sistemi hansı sahələri əhatə edir? Ümumiyyətlə, hansı əsas alt sistemlərdən ibarət olacaq? Bəli. Əsasnaməyə fikir versək, məsələn, rəqəmsal dövlət maliyyə informasiya strukturuna 13 alt sistem daxildir və hər bir alt sistemin funksiyonluğu əslində müxtəlif formada olsa da, bunlar hər biri bir çətir altında rəqəmsal dövlət maliyyə informasiya sistemini yaradır. Bəli. Bu günlərin büdcənin tərtibi, dövlət və icmal büdcəsinin planlanması, onun icmallaşması, büdcə məlumatı idarəetmə sistemi vasitəsilə Dövlət Xəzinədarlıq Agentliyinin bütün proseslərin rəqəmsal həyata keçirilməsi üçün Dövlət Xəzinədarlığının rəqəmsal idarəetməsi alt sistemi, eyni zamanda nəzarət prosesləri, Dövlət Maliyyə Nəzarət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi, dövlət müəssisələrinin monitorinq alt sistemi. Ümumilikdə bu kimi bütün sistemlərin hər biri müxtəlif formada öz funksional prosesləri var və bütün bu sistemlər daxil olan hər bir datanın emalı, məsələn, rəqəmsal dövlət maliyyə informasiyasında bu çətir altında formalaşacaq ki, hər bir sistem üzrə də yekunlaşmış bir data bazası bizə bu proseslərdə kifayət qədər imkan verəcək ki, prosesləri tənzimləyək. Və eyni zamanda hər bir alt sistem özü də müxtəlif formada bir-biri ilə əlaqəlidir. Yəni, bu gün büdcənin tərtibi prosesindən sonraki mərhələdə elektron müqavilələr sisteminin həyata keçirilməsi, həmin büdcənin tərtibindən formalaşan dataların xəzinədarlıq sistemində həyata keçirilməsi, yəni bütün bu vahid sikl forması Maliyyə Nazirliyinin funksional əhatəsinə uyğun olaraq tam həcmdə təkmilləşdiriləcəkdir. Məsələn, bu 13 alt sistemdə hər birinin funksionallığı sırf bu istiqamətdə nəzərdə tutulmuşdur. Aydındır. Bəs e-müqavilə dövlət satnamalarının elektron müqavilələr əsasında həyata keçirilməsi tapşırığının, belə deyək ki, icrası üzrə görüləcək işlər nədən ibarət olacaq? Bəli. Az öncə qeyd etdiyim 25 avqust tarixli fərmanda məhz xüsusi tapşırıqlardan biri də elektron müqavilə sisteminin yaradılması ilə bağlı idi. Bu istiqamətdə məhz dövlət satın almalarının mal və iş xidmətlərinin elektron müqaviləsində bağlanması, onun təşkili ilə bağlı bir tapşırıq idi. Məsələn, bu tapşırığın icrası olan həm texniki, həm funksional istiqamətdə bir sıra işlər görülmüşdür və təsadüfi deyil ki, alt sistemlərdən biri də məhz e-müqavilə alt sistemidir. Bəli. Bu günləri e-müqavilə alt sistemi məhz satın alma prosesi bitdikdən sonraki artıq növbəti mərhələdə müqavilələrin imzalanması ki başlayır. Həmin prosesdən hər biri elektron müqavilə üzrə həyata keçiriləcək. Bəli. Bu gün əslində elektron müqavilə sadəcə bir kağızda gedən prosesin elektronlaşması kimi deyil də, bu eyni zamanda Maliyyə Nazirliyinin məhz funksional proses üçün lazım olan çox xüsusi bir sistemdir. Nəzərə alsaq ki, elektron müqavilə imzalanan sonra bütün təhvil təslim aktları elektron qaydada həyata keçiriləcək. Təhvil təslim aktında qəbul olunan mallar, iş və xidmətlər elektron mühasibatlıq vasitəsilə əsas vəsaitlərin qeydiyyatı məhz avtomatik olaraq məlumat axını keçiriləcək elektron mühasibatlığa. Eyni zamanda elektron mühasibatlıqda bir ödəniş tapşırığı yaradılacaqdır ki, artıq xəzinədarlıq vasitəsilə bu ödəniş tapşırığı icra olduqda xüsusilə bizə lazım olan məhz müqavilələrdir, təhvil təslim aktları, bunlar hər biri elektron qaydada məhz elektron müqavilə portalından bizə yəni eyni zamanda xəzinədarlıq portalına göndəriləcəkdir. Yəni bu gün elektron müqavilə xüsusi bir əhəmiyyətdədir ki, həmçinin bizim az öncə qeyd etdiyimiz analitik qərar vermə proseslərində kifayət qədər bizə imkan verəcəkdir ki, bu sistemdən istifadə edə bilək.
Bəs rəqəmsal maliyyə mərkəzi bilirik ki, yaradılıb və əsasnaməsi təsdiq olunub artıq. Bu ixtisaslaşmış mərkəz hansı işləri görəcək onda? Bəli, bu gün bizim danışdığımız 13.6 sistem və ümumilikdə bir rəqəmsal dövlət maliyyə informasiya sisteminin yaradılması sizin də bildiyiniz kimi xüsusi bir komandanın formalaşmasına labid edir. Bəs bu istiqamətdə rəqəmsal maliyyə mərkəzinin ötən ildən etibarən Maliyyə Nazirliyinin strukturuna daxil olmayan qurum kimi yaradılması olduqca vacib idi. Çünki bütün bu sistemlərin yaradılması, təkmilləşdirilməsi, daha sonra onlara texniki dəstəyin göstərilməsi və eyni zamanda sistemlər üzrə infrastrukturu, kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi ilə bağlı bütün prosesləri həyata keçirmək üçün bir komanda ehtiyac vardır. Məhz bu proses rəqəmsal maliyyə mərkəzi üzərinə həyata keçiriləcək. Məhz bu istiqamətdə eyni zamanda rəqəmsal maliyyə mərkəzi tərəfindən sadəcə sistemlərin yaradılması da eyni zamanda aidiyyəti digər dövlət qurumları ilə də koordinasiyalı formada məlumat mübadiləsinin həyata keçirilməsi, məlumatların inteqrasiyası məhz mərkəzin əsas funksiyon xidmətlərindən biridir. Məsələn, sadə bir misal desə, elə bu elektron müqavilə üzərindən biz danışsaq, bu günləri satın alma prosesi bitdikdən sonra qeyd etdiyimiz bu müqavilə məsələləri ki gəlir, biz artıq elektron satın alma portalı ilə qarşılıqlı bir məlumat mübadiləsindəyik və bütün bu proseslər hər biri texniki tərəfdə, məsələn, rəqəmsal maliyyə mərkəzi üzərinə həyata keçirilir. Yəni, bu günləri istər aidiyyəti üzrə elektron portal olsun, elektron hökumət informasiya sistemi olsun, bütün bunları həyata keçirmək üçün məhz əsas funksionallıq rəqəmsal maliyyə mərkəzinin üzərinə düşür ki, bu prosesləri həyata keçirsin. Aydındır. Bəs fərdi məlumatların təhlükəsizliyi burada necə qorunacaq? Mərkəzin fəaliyyətində kiber təhlükəsizlik necə tənzimlənəcəkdir ümumiyyətlə? Bəli, çox gözəl. Ümumiyyətlə, bu həm də vacib məsələlərdən biridir. Təbii ki, bu gün ümumilikdə tək Maliyyə Nazirliyinin, məsələn, rəqəmsal dövlət maliyyə informasiyası ümumilikdə bir ölkə üçün vacib bir prosesdir. Amma xüsusilə biz əgər rəqəmsal dövlət maliyyəsindən danışırıqsa, məsələn, əsasnamədə məlumat hədlərinə baxsaq, orada kifayət qədər fərdi məlumatlar var. Kifayət qədər büdcə tərtibi, büdcənin icrası ilə bağlı çox kritik bir məlumatlar öz əksini tapır ki, burada informasiya təhlükəsinin təmin olunması çox vacibdir. Məsələn, bu istiqamətdə biz rəqəmsal maliyyə mərkəzində peşəkar komandanın formalaşmasının artıq prosesləri başlanmışdır ötən ildən etibarən və həm yerli, həm də beynəlxalq şirkətlərlə təcrübə mübadiləsi həyata keçirilir və eyni zamanda aidiyyəti dövlət qurumlarımızla, çünki bu informasiya təhlükəsizlik prosesi yalnızca Maliyyə Nazirliyinin fəaliyyət sahəsindən bitmir və eyni zamanda biz aidiyyəti bizim dövlət qurumlarımızla da bu istiqamətdə sıx əməkdaşlıqdayıq ki, təhlükəsizliyin təmin olunması, kiber təhlükəsizlik qaydalarına riayət olunması, eyni zamanda kiber gigiyena qaydalarına tam əməkdaşlıq tərəfindən riayət olunması tərəfimizdən daim xüsusi nəzərdə saxlanılır. Ümumiyyətlə bir nəticəsi varmı? Fayda verir mi? Bir mənə olaraq artıq ötən ildən qeyd elədiyim bu proseslərin həyata keçirilməsi bizə artıq böyük bir həcmdə informasiya təhlükəsizliyinin təmin edilməsində xüsusi addımlar atmağımızın nəticəsini artıq görürük. Amma bu elə bir prosesdir ki, təbii ki, bir proseslə bitmir. Daimi olaraq yenilənir, daimi olaraq müəyyən bir yeni ehtiyaclar yaranır, yeni zərurətlər yaranır və ona görə bu proses daimi bir dövr edən bir məsələdir ki, artıq bu istiqamətdə bizim mərkəzin əməkdaşları sıx olaraq həm aidiyyəti qeyd etdiyim dövlət qurumları ilə, beynəlxalq təşkilatlarla sıx əlaqədədirlər ki, bu informasiya təhlükəsinin tam təmin olunmasına riayət olunsun. Aydındır. Nurlan müəllim, bir məsələyə də istəyərdim münasibət bildirək. Bu da çox önəmli məsələlərdən biridir. Deməli, rəqəmsal dövlət maliyyəsi informasiya sistemi çərçivəsində süni intellekt, big data və avtomatlaşdırma tətbiqi planlanmasıdır ki, bununla bağlı istəyərdim ki, vəziyyət açıqlayasınız. Bəli. Sizin də bildiyiniz kimi, əslində biz bu gün süni intellekt, big datadan danışanda əsas bizim istinad nöqtəmiz düzgün strukturlaşmış bir datanın olmasıdır. Məhz bizim bu istiqamətdə xüsusilə önəm verdiyimiz bir strukturlaşmış datanın yaradılmasıdır. Məsələn, bu istiqamətdə artıq Maliyyə Nazirliyində xüsusi olaraq bir struktur bölmə də formalaşdırılmışdır ki, bu istiqamətdə işlər həyata keçirilir. Yəni, bu günlərin Maliyyə Nazirliyi təbii ki, əsasnamədə qeyd olunan üzrə kifayət qədər məlumat həm digər dövlət qurumlarını əldə edəcək, həm də öz informasiya sistemlərimizdən formalaşan bir datadan kifayət qədər böyük həcmdə bir məlumat emala çıxacaq. Bunların düzgün istifadəsi, bunların düzgün tərtibi məhz bizə artıq qərar vermə proseslərində kifayət qədər dəstək olacaqdır. Bizim bugünkü əsas istiqamətimiz qeyd olunan həmin data strukturunun formalaşdırılması artıq növbəti prosesdə mərhələlərlə süni intellektin tətbiqi, bu istiqamətdə artıq proaktiv xidmətlərin, analitik təhlillərin, eyni zamanda nəzarət proseslərinin daha süni intellektin tətbiqi vasitəsilə elektron qaydada həyata keçirilməsindən ibarətdir.
Bu istiqamətdə də artıq biz proseslərə başlamışıq. Həm artıq ötən ildən etibarən bizim xüsusi bir komanda, məsələn, Data Lakehouse-un qurulması ilə bağlı işlərə başlamışıq və bu təbii biraz əslində vaxt alan bir proseslərdir. Daha sürətli formada bu çevik prosesin həyata keçirilməsi üçün artıq addımlar da atılır və bu istiqamətdə biz həm aidiyyatı bizim dövlət qurumlarımız var və onlarla sıx əməkdaşlıqdayıq ki, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda digər dövlət qurumları ilə ki, bu istiqaməti düzgün formalaşdırır. Çünki Data Lakehouse üzrə bizim əldə etdiyimiz bütün məlumatlar və nəticədə həmin emal olunan datanın düzgünlüyü bizə kifayət qədər qərar vermə proseslərində dəstək olacaqdır. Bununla da artıq böyük bir həcmdə bir strateji planlamamız var. Həmin plana uyğun olaraq da addımlar artıq atılmaqdadır. Aydındır. Digər dövlət qurumları ilə belə deyək ki, az öncə fikir mübadiləsinin, əməkdaşlığın aparılmasından danışdınız. Həmin o məlumat mübadiləsi necə həyata keçiriləcək? Ümumiyyətlə, bax bu sahədə tutaq ki, burada rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin rolu, əsas rolu nədən ibarət olacaq? Bəli. Ümumiyyətlə, bəs əsasnamədə xüsusilə diqqət yetirsə, orada bir 20-dən çox dövlət qurumundan bir inteqrasiya öz əksini tapmışdır və eyni zamanda 100-dən çox bir məlumat həddi formalaşdırılmışdır ki, həmin o məlumatlar digər dövlət qurumlarından Maliyyə Nazirliyinin rəqəmsal dövlət maliyyə informasiya sisteminə ötürüləcəkdir. Məsələn, bütün bu proseslər müəyyən olunmuş normativ aktlara uyğun olaraq elektron hökumət informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu prosesdə biz tam olaraq artıq bizim aidiyyatı dövlət qurumumuzun elektron hökumət informasiya sistemi üzərindən proseslərin həyata keçirilməsi üçün artıq işləri başlamışıq və bunun digər tərəfi də artıq məlumatın ilkin mənbəyi olan dövlət qurumlarımız ki var, onlarla sıx əməkdaşlıqdayıq. Bu proseslərdə Maliyyə Nazirliyinin informasiya sistemi yalnız məlumat alan deyil, eyni zamanda müəyyən olmuş datanın ötürülməsi ilə də biz nəzərə almışıq ki, hansı ki artıq müəyyən bir məlumat formalaşacaq və bu məlumatların digər dövlət qurumlarımıza ehtiyacı olduğu təqdirdə məsələn elektron hökumət informasiya sistemindən də ötürülməsi. Yəni bu həm məlumatın qarşılıqlı olaraq mübadiləsi prosesidir. Bu haqda artıq müvafiq qaydada satın almalar haqqında da qanunda müəyyən dəyişiklik olmuşdur. Məsəl üçün, e-müqavilə üzrə qeyd etmək olar ki, artıq elektron müqavilələr imzalanan sonraki mərhələdə məhz müəyyən məlumatdan artıq satın alma portalına ötürülməsi. Yəni bu proseslər hər biri qarşılıqlı formada həyata keçirilir. Bu ümumi bir sistemlər üzrədir. Bizim təbii ki, az öncə qeyd etdiyimiz xüsusilə informasiya təhlükəsizliyi üzrə proseslərimiz, eyni zamanda bunların hər biri digər dövlət qurumlarımızla qarşılıqlı məlumat mübadiləsinin, qarşılıqlı koordinasiyanın sayəsində həyata keçiriləcək. Və biz əminik ki, artıq Maliyyə Nazirliyinin yaratdığı bu rəqəmsal dövlət maliyyə informasiya sistemi kifayət qədər əhəmiyyətli bir rolda olacaqdır ki, məsələn, orada formalaşan datalar yalnızca Maliyyə Nazirliyinin deyil, aidiyyatı olaraq digər qurumlar üçün də olduqca əhəmiyyətli olacaq. Və təbii ki, normativ proseslərə uyğun olaraq bu məlumatların aidiyyatı qaydada bölüşdürülməsi də tam olaraq tənzimlənməsi nəzərimizdədir. Aydındır. Nurlan müəllim, bir məsələni soruşum. Burada yalnız bu sistem üzərindən dövlət qurumları istifadə edə biləcəklər, yoxsa necə? Xeyr, təbii ki, burada artıq fərqli olacaq. Misal üçün, təbii ki, Maliyyə Nazirliyinin funksional əhatə dairəsinə baxsaq, daha çox sıx əməkdaşlıq elədiklərimiz, yəni sistemlər üzrə dövlət qurumlarıdır. Amma artıq misal üçün, biz az öncə qeyd toxunduğumuz elektron müqavilələr satın alan və təchizatçılar arasında həyata keçirilir. Bu zaman avtomatik olaraq artıq bir tərəf dövlət qurumu, digər tərəfi isə avtomatik olaraq təchizatçılar olacaq. Yəni artıq bizim dövlət müəssisələrimiz ola, MMC-lər ola bilər, fərdi sahibkarlar, bunlar hər biri artıq bir məna olaraq rəqəmsal dövlət maliyyə informasiya sisteminin bir istifadəçisi olacaqlar. Misal üçün, burada bizə yeni bir sistemimiz elektron ciddi hesab blanklarıdır. Bu elektron ciddi hesab blankları yalnızca dövlət qurumları deyil, eyni zamanda fiziki şəxslər tərəfindən də istifadə olunur. Yəni, bütün modullar üzrə funksional xidmətlərə baxsaq, artıq hər bir alt sistemin funksional bir çərçivədən sonra artıq yalnız dövlət qurumu deyil, digər fərdi, fiziki və hüquqi şəxslərə də şamil olunur və onlar da sistemdən tam istifadə etməyə imkan yaradılacaqdır. Aydındır. Baxın, indi biz monitora diqqət yetirsək, burada bölmələr görürük biz. Büdcə məlumatlarını idarə etmə, dövlət maliyyə nəzarəti və digər, belə deyək ki, bölmələr var burada. Bunlar aidiyyatı üzrə daxil olunacaqdır da, mən bilən, düzdürmü sistemlə, vasitəsilə? Bəli, bunu biz yanaşmanı ümumi baxsaq, bir rəqəmsal dövlət maliyyə informasiya sistemi bir informasiya sistemi olacaq. Həmin informasiya sisteminə daxil olunan handa 13 alt sistemin funksionallığı orada əks olunacaq. Təbii ki, burada xüsusi bir təhlükəsizlik məsələləri olacaq ki, artıq istifadəçi hüququ verilən şəxslər
özlərinə aid informasiya sistemlərini görəcəklər. Kimi istifadə Yəni həmin şəxsin buraya daxil olmaq hüququ olmalıdır. Bəli, bir mənalı olaraq və bütün proseslərdə artıq müəyyən olunmuş normativlər var ki, elektron imza üzərindən həyata keçirilir ki, bütün proseslərdə sistemə daxil olunması, onun imzalanması, bütün hər bir şey elektron imza üzərindən olacaq. Və elektron imza üzərindən onun FIN kodu və digər fərdi məlumatları eyniləşdirilərək həmin dövlət qurumunun əməkdaşı və yaxud da hər hansı bir digər hüquqi şəxsin sistemə icazəsinin olub-olmaması avtomatik olaraq müəyyən olunur. Əgər icazəsi olduğu halda avtomatik olaraq digər, məsəl üçün, büdcə məlumat idarəetmə sistemə istifadə etmə hüququ varsa, ora daxil ola biləcək, yox əgər icazə hüququ yoxdursa, avtomatik olaraq ona bir bloklanır. Yəni bütün bu sistemləri biz hər birini ayrı-ayrılıqda müxtəlif 13 dənə sistem kimi deyil, bunu bir vahid çətir formasında, məsələn, rəqəmsal sistem olaraq görülür və daxil olduqdan sonra ehtiyaca uyğun olaraq bölünmüş bir alt sistemi olaraq nəzərdə tutmuş olacaq. Bu istiqamətdə də artıq həm texniki, arxitektur tərəfdən də işlər artıq başlanılmışdır. Bəs bu sistemə daxil olunan qurumlar əvvəlcədən siyasi müəyyənləşdirilmiş qurumlardır, sonra yoxsa sonradan müraciət əsasında bu sistemə daxil ola bilərlər və yaxud da ki, siyahıya salına bilərlər? Açığı bu prosesin sualın cavabı ondan ibarətdir. Çünki Maliyyə Nazirinin bugün fəaliyyət istiqaməti olduqca genişdir. Misal üçün, büdcə məlumat idarəetmə sistemi ilə sizin sualınıza cavab desə, artıq burada istifadəçilər bəllidir. Artıq dövlət büdcəsində maliyyələşən qurumlardır. Dövlət xəzinədarlığı üzrə olan istifadəçilər məlumdur. Amma artıq, misal üçün, elektron müqavilədən biz danışırıqsa, elektron mühasibatlıq üzrə inzibati cərimələrlə bağlı olan sistemlərdən danışırıq, təbii ki, burada artıq müəyyən bir fərqli yanaşma olacaq. Əgər elektron müqavilə üzrə iki qarşı tərəf imzalama prosesində olmalıdırsa, avtomatik olaraq onlara uyğun bir fərdi kabinetdən istifadə edəcəklər. Amma bəzi sistemlər var ki, artıq öncədən müəyyən olmuş bir prosesdir ki, onlara öncədən də artıq sistemə istifadə hüququ verilir. Bir də son olaraq bir məsələni soruşmaq istəyirəm. Burada hansı ölkədən, belə deyək ki, ölkənin təcrübəsi əsas götürülübdür? Yaxşı sualdır əslində. Çünki bu günləri bizim yanaşmamız artıq bu dövrə qədər bir sıra dövlətlər bu prosesləri həyata keçirib. Və biz ötən ildən etibarən xüsusilə Cənubi Koreya Respublikasının DeepBrain platforması sıx əməkdaşlıq çərçivəsindəyik. Artıq onların nümayəndə heyətləri burada olub. Biz tərəfdən də bir xeyli məlumat mübadiləsi üçün ezam olunub əməkdaşlar və bu istiqamətdə kifayət qədər artıq irəliləyişlər əldə olunmuşdur. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinə biz sıx əməkdaşlıq çərçivəsində onlarla təcrübə mübadiləsi aparır. Türkiyə Respublikası ilə və o cümlədən Dünya Bankının mütəxəssisləri bu istiqamətdə kifayət qədər fikir mübadiləsi aparırlar və hər bir sistem üzrə müəyyən olunmuş bir plana uyğun olaraq, strateji plana uyğun olaraq məlumatlar bölüşülür, qarşı tərəfdən məlumatlar alınır və bu istiqamətdə fikir mübadiləsinə bizim informasiya sisteminin təkmilləşməsi ehtiyacı olduğu hissələr müəyyən olunur, o istiqamətdə də addımlar atılır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə. Buyurun, siz sağ olun, dəvətiniz üçün. Qeyd edək ki, rəqəmsal dövlət maliyyəsi informasiya sistemi haqqında əsasnamənin təsdiq edilməsindən danışdıq. Müsahibimiz Maliyyə Nazirliyinin müasir texnologiyaları və innovasiyalar şöbəsinin müdiri Nurlan Sultanov idi. Bununla da orta gün öz işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.